Son zamanlar sosial şəbəkələrdə xurma tumundan hazırlanmış kofe trendə çevrilir. Kimi bu içkini arıqlamaq, kimi də sağlam qidalanmaq məqsədi ilə hazırlayıb istifadə edir. Hətta artan maraq səbəbi ilə bəzi mağazalarda xurma tumundan hazırlanmış qəhvələrin satışı da həyata keçirilir. 1 kiloqramı 30 manata təklif edilir. Qida eksperti Seymur Qafarov bildirir ki, bəzi yerlərdə xurma tumunun üyüdülmüş formasını əsl qəhvə adı ilə satırlar. Əvvəlcədən xurmaların çəyirdəyindən ayrılaraq bu tumlar toplanılır, sonra yaxşıca qurudulur və ondan sonra qovurulur və sonra üyüdülür və toz halına satılaraq paketlənmiş şəkildə satışa çıxarılır. Bu məhsulların eyni zamanda qəhvələrlə qarışdırılaraq həm həcm artırması nöqteyi nəzərdən olan xəbərlər də kifayət qədər populyar olur və məhsulların özünün saxtaları da mövcud olur. Bu məhsulların içərisinə qəhvə aromatizatoru əlavə edərək, qəhvəyə bənzədərək o şəkildə satışa çıxarmaqla bağlı olaraq faktlar görülə bilər. Ekspert bildirir ki, əgər əsl qəhvəyə üyüdülmüş xurma tumu əlavə olunubsa, mütləq qablaşdırmanın üzərində qeyd edilməlidir. Əks halda bu istehlakçı hüquqlarının pozulması sayılır. Maraqlıdır, bəs alıcılar məhsulun xurma tumunun tozu ilə qarışdırıldığını necə müəyyən edə bilərlər? Spesifik olaraq açdıqda xüsusi özünə məxsus meyvənin tumuna olan ətri verir. Görünüş nisbətən qaralmamış, nisbətən qəhvəyi və karameli anımsadan, karameli xatırladan bir görüntü verir. Qara rəngli və ya daha açıq rəngli olanları sözsüz ki, saxta məhsul hesab olunur. Çünki dənələr adətən tünd qara rəngli mövcud olmur. Üzərində hər hansı bəzən ola bilər ki, nişasta, şəkər və digər qida qatqı maddələri əlavə olunaraq ərsəyə gətirilə bilər. Endokrinoloq Hidayət Məmmədzadə bildirir ki, xurma tumunun tozunun qəhvə kimi istifadə olunmasının elmi əsası yoxdur. Onun sözlərinə görə, bəzilərinin arıqlamaq və ya sağlam qidalanmaq üçün seçdiyi bu üsul əksinə sağlamlığa ciddi zərər verə bilər. Xurmanın çəyirdəyinin üyüdülməsi, onun kofe adından, güya ki, kofedən effektiv bir maddə olması tamamilə yanlış fikirdir. Heç bir elmi əsası yoxdur. Onların istifadə olunmağı artıq mineralların bədənə toplanması, oynaqlara toplanması, böyrəyə toplanması bədənə zərər verə bilər. Misal böyrəklərə çöküntü verə bilər, oynaqlara zərər verə bilər, mədə bağırsaq üçün aşırı artıq qıcıqlanmaya səbəb ola bilər. Çünki çəyirdək atılacaq bir qidadır. Bu yeyilmək üçün deyil. Hətta bədən onu qəbul edərsə, diri şəkildə udarsa, o bağırsaqdan işlənmədən xaric olur. Çünki faydalı bir qidadır və atqıdır. Biz bunu necə qəbul edək, istifadə edək? Əksinə zərər verə bilər. Ona görə məsləhət görmürük. Nəticə olaraq istehlakçılara bu cür məhsulları alarkən tərkibinə diqqət etmələri və sağlamlıqlarını riskə atmadan seçim etmələri tövsiyə olunur. Aylin Rəsulzadə, Cabbar Qaryağdıoğlu, Ayaz Süleymansoy, Xəbər Ertəsi.